Möhtərəm müsəlman qardaşlarımız, Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli nimət iman nimətidir. Bu nimətin qədrini bilməyənlərin aqibəti hər kəsə bəllidir. İstər bizdən əvvəl yaşayan ümmətlər içərisində olsun, istər bu ümmətin içində olsun, biz açıb Quran-ı Kərimi oxuyanda Allaha qarşı gələnlərin, ona üsyan edənlərin, onunla hərbə girənlərin aqibətinin nə olduğunu bilirik. Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsinin 114-cü ayəsində belə buyurur. Allahın evlərində onun adının zikr olunmasına mane olanlar, oranın viran qalması üçün çalışanlar ki var, onlardan daha zalim kim ola bilər? Çox sərt bir ayədir. İbn Kəsir rahimehullah bu ayəni təfsir edəndə deyir ki, Allah açıq aşkar onun evinə əlini və ya dilini uzadanların bu evə istər maddi mənəvi zərər vurmaq istəyənlərin ən böyük zalimlar olduğunu açıq aşkar bəyan edir. Allaha və axirət gününə iman edən bir insanın Allaha və onun evinə qarşı düşmənçilik etməsi onun dindən və imandan nə qədər yoxsul və uzaq olduğunun açıq aşkar nümunəsidir. Bilirsiniz niyə? Bu günə qədər kim Allahla hərbə girib də qalib gəlib? Varmı? Bəs oxuduğumuz Quran-ı Kərimdə kiçik bir surə olmasına baxmayaraq Fil surəsində Allah Subhanahu Taala'nın açıq aşkar nazil etdiyi ayədən xəbəriniz varmı? Allah Subhanahu Taala açıq bəyan edir. Bizə bildirir ki, Ələm tara keyfə fəalə rabbuka bi əshabil fil. Rəbbinin fil əshabının bir başına gətirdiklərindən xəbərin var mı? Əbrəhə nə üçün gəlmişdi? Kəbəni yıxmağa gəlmişdi. Nə oldu nəticəsi, qardaşlar? Allah yerlə yeksan elədi olar. Məhv elədi onu. Bu günün əbrəhələri unutmasın ki, o günün əbabillərinin fərqli formatlarını Allah Subhanahu Taala göndərər və onun evlərinə düşmənçilik edənləri məhv edər. Çünki Allahın evinə qarşı əli ilə və ya dili ilə fitnə salıb cəmaatı parçalamağa çalışan, insanları Allahın evindən uzaqlaşdırmağa çalışan, Allahın evini iman edən və ya etməyən hər kəsin gözündən salmağa çalışanların Allah əvvəl-axır cəzasını verir. Bu bizim əqidəmizdə var. Bunu onsuz da bizim kitabımız bizə bildirib. Niyə, qardaş? Nə üçün Allahın evinə düşməlisini edirsin? Bura nədir bilirsiniz? Bura daşdan, divardan bir tikili deyil. Bu bina deyil, qardaşlar. Məscidlər bina deyil, tikili deyil. Bura yaşa obyekti deyil. Bura Allahın evidir. Bura vəzifəsindən, işindən, zəngin və ya kasıb, kim olursa olsun təbəqəsindən asılı olmayaraq hər kəsin gəlib huzur tapdığı bir yerdir. Siz elə bilirsiniz ki, bu məscidin içərisindəki xalçalara hər dəfə müsəlmanların vudu alarkən, yəni dəstəmal alarkən gəlib damcılatdığı su tökülür. Xeyr, qardaş. Bu xalçada nə qədər bu cəmaatdan insanlar var ki, göz yaşı axıdır, dua eləyir burada. Bura tövbələrin edildiyi yerdir. Bura duaların edildiyi yerdir. Bura Allahın kitabının oxunduğu yerdir. Bura cəmaatın bircə toplanıb, bircə ibadət etdiyi bir yerdir, qardaşlar. Allahın evidir bura. Allah-u Teala bunu açıq-aşkar Cin surəsində buyurur ki, məscidlər Allahın evləridir. Bu bir həqiqətdir. Və İslam ümmətində, İslam cəmiyyətində məscid nə deməkdirsə, bunu hər kəs anlamalıdır.
Məscidə olunan hörmət necədirsə, bunu hər kəs bilməlidir. Məsciddə özünü necə aparmaq lazımdırsa da, Allaha və axirət günü iman edən hər kəs bunu dərk etməlidir, qardaşlar. Bugün fitnə salmaq, fitnə dedim, Quran-ı Kərimdə Allah Subhanahu taala'nın məşhur bir ayəsi var bu barədə. El-fitnətu əşəddu minəl-qatil deyir Allah Subhanahu taala. Fitnə qətildən daha ağır, daha böyük, daha şiddətli bir şey. Yəni, bu fitnə salanların onsuz da əmin olun ki, qardaşlar, Allah Subhanahu taala əvvəl-axır öhdəsindən gəlir. Güc qüvvət sahibi çünki Allah Subhanahu taala. Nədir Allah Subhanahu taala? Allah öz nurunu tamamlayacaqdır. Onun nurunu söndürməyə çalışanlar olsa belə yenə tamamlayacaqdır. Bu ümmətin arasına fitnə salanlar gec olmadan tövbə etsə, onun üçün daha faydalı olar. Bu cəmaatı parçalamaya çalışanlar Allahın evlərində onun adının zikr olunmasına mane olmağa çalışanlar tövbə etsə, daha gözəl olar. Çünki öldükdən sonra edilən tövbə keçməyəcək. Torpağın üstündəykən səhvlərini düzəldirmək lazımdır. İslam ümmətində, İslam cəmiyyətində əgər biz özümüzə Azərbaycanlı deyiriksə, gəlin baxaq milli mentalitetimizdə görək bizim məscidə olan diqqətimiz, qayğımız və hörmətimiz necə olub? Biz xalq olaraq daima Allahın evlərinə hörmət edən birisi olmuş. Bu ümmətin, bu xalqın içindən nə qədər məscid tikən insanlar var, heç açıb araşdırmısınız mı, qardaş? Nə oldu axı o nəsildən Allahın evini tikən, təmir edən bir nəsildən bu gün Allahın evinə dil uzadan bir nəsil peyda olur? Bura mənim evim deyil. Bura sizin eviniz deyil. Amma Allahın zatına and olsun ki, bura mənim və sizin evinizdən daha üstün, daha dəyərli və daha önəmlidir. Çünki bura Allahın evidir. Allahdan da üstün heç bir şey yoxdur. Çünki bizim dilimizdə ən çox zikr etdiyimiz kəlmə nədir? Allahu Ekber deyirik biz. Allah ən böyük. Allahın vədi haqdır, qardaşlar. Allah öz nurunu tamamlayacaq. İtirən o fitnəni salanlar olacaq. İtirən o alacağı cəzaya məhkum olan fitnəkarlar olacaq. İtirən Allahın evinə dil uzadanlar olacaq. Bu həmişə olub, olacaq da. Bizim üzərimizdə düşənləri, qardaşlar, əsas dönəmlərdə fitnə zamanında ehtiyatlı davranmaq. Bol-bol dua edəcəyik, Allahın evini qorumaya çalışacağıq. Bugün Allahın evinin adından yanlış məlumatları bəzi yerlərə ötürənlər Allah evində görülən gözəl işləri demirlər. Niyə? Çünki sərf eləmir olar. Onun üçün biz birlik olmalıyıq. Biz güclü olmalıyıq. Biz haqlarımızı qorumalıyıq. Biz Allahın evlərini qorumalıyıq, qardaşlar. Hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən də biri nədir? Allah və Rəsulünə itaətlə bərabər Allahın və Rəsulunun adının zikr edildiyi Allahın evlərini qorumaqdır. Və bu dünyada, baxın, yenə deyək, kim nəyə can atırsa, vallahi Allah ona can atdığı şeyi nəsib edir. Bunu həmişə demişəm, deyəcəm də. Bu həqiqətdir, qardaş. Burada dəfələrlə demişəm, Şeyx Nizaminin, Nizami Gəncəvinin qəşəng beyti var. Deyir ki, bəlli bir işdir ki, pislik edənlər özləri öz işindən çəkəcək zərər. Eşitməmişsənmi bu məşhur sözü? Hər kim quyu qazsa, düşəcək özü. Allah Teala bizlərə xeyir işlər görüb, xeyirdə yarışmağı, xeyir işləri açar olub, xeyirdə bir-birimizlə davamlı, bir-birimizlə
həqiqi mənada çəkişməyi nəsib eləsin. Bu ümmət, bu xalq xeyir üzrədir qardaşlar. Allah əmin amanlığımızı, buradakı cəmaatımızın birliyini, bərabərliyini daim eləsin.